2025-ci il Azərbaycan iqtisadiyyatı üçün bir çox dəyişikliklər və yeniliklər ilə oldu. Qeyri-neft sektorunda canlanma, sosial-iqtisadi paket, eyni zamanda müxtəlif sahələrdə qiymət dəyişimləri müşahidə olundu. Ən əsası isə 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini yenə də qoruyub saxladı. Rəqəmlərə nəzər salsaq, cari ildə təkcə qeyri-neft sektorundakı artım 5%-ə yaxındır. Bundan xəbər verir ki, 2025-ci ildə makroiqtisadi stabillik və eyni zamanda ÜDM-dəki artım daha çox qeyri-neft sektoru hesabına baş verdi və qeyri-neft sektorunda artımlar bir tərəfdən ÜDM-dəki artımlara, digər tərəfdən bütövlükdə makroiqtisadi stabilliyin qorunub saxlanmasına imkan verdi. Dövlət rezervlərimizdə artım tempi davam etdi və 2025-ci ilin yekunlarına əsasən dövlət rezervlərimiz ÜDM-in nominal məbləğindən daha çoxdur. Bu demək ki, dövlət rezervlərimizdəki artımlar həm də iqtisadi təhlükəsizlik baxımından vacib faktorlardan biridir. Statistikaya əsasən 2025-ci ilin 11 ayında ölkəmizdə 116 milyon 320 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çoxdur. Sona çatan 2025-ci ildə 5-ci sosial-iqtisadi paketin icrası isə bir sıra sahələrdə əmək haqqlarının, həmçinin pensiya və dövlət tərəfindən verilən digər ödənişlərin artmasına səbəb oldu. Bir tərəfdən minimum əmək haqqının 345 manatdan 400 manata çatdırılması, xüsusən də vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı vətəndaşlarımızın vəzifə maaşlarının yeniləşməsinə və artırılmasına gətirib çıxartdı. Digər tərəfdən bu isə təbii ki, bir sıra sektorlarda Cənab Prezident tərəfindən imzalanmış sərəncamlarla artımların reallaşmasına gətirib çıxartdı və Cənab Prezidentin rəhbəri həyata keçirilən sosial paket yalnız əmək haqqı pensiya deyil, eyni zamanda sosial müavinət və təqaüdləri də əhatə etdi və sosial müavinət və təqaüdlərdəki artımlar da praktik olaraq təxminən 800 mindən artıq vətəndaşımızı əhatə etdi. Bu da təbii ki, xüsusən də sosial yardım və müavinət alan vətəndaşlarımızın sosial təminatın gücləndirilməsi baxımından olduqca vacibdir. Cari ildə Azərbaycanın geo-iqtisadi mövqeyinin möhkəmlənməsi də müşahidə olundu. Belə ki, Azərbaycanın 2025-ci ildə mavi qaz nəql etdiyi ölkələrin sayı 14-ə çatdı. Həmin ölkələrdən 8-i isə Avropa İttifaqının üzvüdür. İqtisadiyyatımızdakı artım tempi və Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin möhkəmlənməsi bu il regional dəhlizlər vasitəsilə daşınan yüklərin də həcminin artmasına gətirib çıxardı. Başa vurduğumuz ildə həmçinin valyuta ehtiyatlarımızda artım tempini qoruyub saxladı. Eyni zamanda iqtisadiyyatın əsas dayağı olan sahibkarlar üçün tətbiq edilən güzəştlərin də həcmi artdı. Mərkəzi Bankın 11,4 milyard dollarlıq, eyni zamanda Dövlət Neft Fondunun 70 milyard dollarlıq. Yəni toplam olaraq 85 milyard dollara yaxın bir valyuta ehtiyatlarımızın formalaşması il sonuna gözlənilir. Sahibkarlıq subyektlərinin deməli ələxüsus da KOB-ların bilavasitə əlavə dəyər vericisi yükünün azaldılması baxımından məhz əlavə dəyər vericisi qeydiyyat limitinin 200 min manatdan 400 min manata qədər artırılmasını da biz son illər olan gözləntilərdən biri kimi qeyd edə bilərik ki, məhz bu istiqamətdə müsbət addım hesab edilə bilər. 2025-ci il əhalinin məşğulluğunun təmin edilməsi baxımından da önəmli il oldu. Belə ki, dövr ərzində 530 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 177 mindən çox şəxsimiz işə təmin edilmişdir, 17.200-dən çox şəxsimiz peşə hazırlığına cəlb edilmişdir, 16.500-dən çox şəxsimiz özünün məşğulluq proqramı çərçivəsində proqrama cəlb olunması həyata keçirilmişdir. Həmçinin əmək haqqının birgə maliyyələşməsi çərçivəsində 1600-dən çox şəxsimiz bu proqramdan yararlanmışdır. Həmçinin ümumilikdə digər pasiv məşğul tədbirimiz olan işsizdən sığorta ödənişi çərçivəsində də 9000-dən çox şəxsimiz bu çərçivədə işsizdən sığorta ödənişinin təyinatını həyata keçirilmişdir və həmin şəxslər bu ödənişləri əldə etmişdirlər. 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa quruculuq işləri tam sürətlə davam edib. Statistik göstəricilərə əsasən azad olunmuş ərazilərdə yenidən qurma işlərinə ilin ilk 9 ayında dövlət büdcəsindən 2 milyard 567 milyon manat vəsait xərclənib. Cari ilin eyni dövründə həmin ərazilərdə 1700 yeni iş yeri yaradılıb. Azad olunmuş ərazilərdə il ərzində yeni istehsal müəssisələri açılıb, eyni zamanda Laçında hava limanı istifadəyə verilib. İqtisadi proqnozlara əsasən 2026-cı ildə də iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində artım tempi davam edəcək.